Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Toplum TV işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 15 sentyabrın bilik günü olaraq qeyd edilməsinə istinad edən 3-cü Respublika platformasının üzvü Ruslan İzzətli ittihamlarla üzləşmələrinin və ümumilikdə Azərbaycandakı ədalətsizliyin, təhsilsizliyin nəticəsi olduğunu vurğulayıb. Stat: Nəinki müdafiəçilərimiz, heç hakimlər də bizim aqibətimizin nə olacağını bilmir. Hamısı prezident administrasiyasından gələcək qərarı gözləyir. Statın sonu. Ruslan İzzətli ardınca ittiham haqqındakı ziddiyyətlərdən danışıb və özü ilə bağlı iddialara cavab verib. Stat: 2020-ci ilin mayından 2021-ci ilin iyuluna qədər hərbi xidmətdə olmuşam. Orada isə qeyd olunub ki, 2021-ci ilin ilk 3 ayında sürücümə 1200 manat maaş vermişəm. İttiham tərəfi desin görək mən hansı hərbi maşında özümü sürücü tutmuşam. Statın sonu. Jurnalistlərin məhkəməsidir və jurnalistlər çəkilir. Vəkil Zibeydə Sadıqova vəsadət verərək həm Ələsgər Məmmədlinin, həm də jurnalist Fərdi İsmayılovun səyahətləri ilə əlaqədar ev dustaqlığına buraxılmalarını istəyib. Hakim isə vəsadəti təmin etməyib. O deyib ki, Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslər lazımi tibbi yardımla təmin olunur. Ələsgər Məmmədli isə təcridxananın açıqlamasının ədalətli qiymətləndirmək üçün yetərli olmadığını bildirib. Elə sentyabrın 15-də Milli Məclisin Sosial Qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə Komitəsinin iclasında deyib ki, təkcə 2024-cü il ərzində 670 məhkum müxtəlif radiologiya xidmətlərindən, orta və ağır cərrahi müdaxilələrdən, orta və ağır terapevtik müayinə və müalicələrdən məhrum qalıb. Məhkəmədə çıxış edən Toplum TV-nin video redaktoru Müşfiq Cabbar hakimin təyin etdiyi ekspertizalarında saxta rəylər verdiyini bildirib. Stat: Hətta evimə pul atılanda əlimi belə vurmadım ki, iz qalmasın. Sonra həmin ekspertiza pul zərfinin üzərində mənim barmaq izlərimi tapdığını dedi. Hansı ekspertizadan danışırıq? Statın sonu. Ələsgər bəy! Toplum TV işi üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. 3-cü Respublika platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həm təsisçisi Ələsgər Məmmədli, video redaktor Müşfiq Cabbar, jurnalist Fərdi İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. Toplum TV-nin redaktoru Şahnaz Bəylər qızı isə əvvəlcə ev dustaqlığına buraxılıb. Sonra haqqında polis nəzarətinə verilməklə qəti imkan tədbiri seçilib. Toplum TV işi üzrə həbs edilənlər öncə qaçalmazlıqda təqsirləndirilsələr də sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.